Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, cənab prezident, mən sizi Azərbaycanda salamlayıram, ölkəmizə xoş gəlmişsiniz. Biz sizin səfərinizə çox böyük əhmiyyət veririk. Bu bizim əlaqələrimizin tarixində Avstriya prezidentinin Azərbaycana birinci səfəridir. Mən çox şadam ki, səfər çox uğurlu keçir və əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Bugün biz sizinlə tərəfli əlaqələrimizin geniş gündəliyini müzakirə etdik və bu müzakirə göstərir ki, Avstriya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Siyasi əlaqələr güclənir və sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr aparılır, müxtəlif səviyyələrdə əməkdaşlıq aparılır. Bir sözlə, siyasi əlaqələrin yüksək səviyyədə olması əlbəttə ki, bütün başqa sahələrdə əlaqələrin inkişafına güclü təkan verir. Bugün biz sizinlə eyni zamanda regional əməkdaşlıq məsələlərinə də toxunduq. Regional təhlükəsizlik məsələləri də çox vacibdir. Bizim üçün mən sizə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı məlumat verdim və bir daha qeyd eləmək istəyirəm ki, Azərbaycan tərəfi ümid edir ki, yaxın zamanlarda bu münaqişə öz həllini tapacaq və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Münaqişə nəticəsində bizim torpaqlarımızın 20%-i işğal altına düşmüşdür. 1 milyona yaxın Azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çox vacib qətnamələr qəbul etmişdir və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul etmişlər. Ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Biz bugün eyni zamanda iqtisadi məsələlərə də toxunduq. Bu sahədə də əməkdaşlıq çox uğurludur. 40 Avstriya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Biz bu fəaliyyətdən çox razıyıq və bugün keçiriləcək Avstriya-Azərbaycan Biznes Forumu da bu sahədəki əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Mən buna şübhə etmirəm. Avstriya şirkətləri burada müxtəlif layihələrdə iştirak edir və Azərbaycan tərəfi də bu iştirakdan çox razıdır. Biz bugün enerji sahəsindəki əməkdaşlığa da toxunduq. Bu sahədə də yaxşı nəticələr var və imzalanan sənədlərin arasında OMV və SOCAR arasında sənəd xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji siyasətini uğurla icra edir. Bizim zəngin neft və qaz yataqlarımız həm ölkənin, həm də tərəfdaşların enerji təhlükəsizliyinə xidmət göstərir. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub qaz dəhlizi üzrə çox vacib bəyannamə qəbul edilmişdir və bu bəyannamənin icrası nəticəsində Avropa qitəsi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üçün yaxşı şərait və imkanlar yaradılacaqdır. Bizim zəngin qaz yataqlarımız vardır. Təsdiq edilmiş qaz rezervlərimiz 2,6 trilyon kubometr səviyyəsindədir və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq və Cənub qaz layihəsinin icrası üçün hal-hazırda çox gözəl imkanlar var. Birinci növbədə mənbə, Azərbaycanın qaz resursları, ikinci tərəfdən Avropa qurumlarının bu məsələyə olan diqqət yüksək səviyyədədir və Avropa İttifaqı Azərbaycan əlaqələrinin
gündəliyində bu məsələ xüsusi yer tutur və ümid edirəm ki, yaxın zamanlarda bütün qalan məsələlər, o cümlədən tranzit məsələləri öz həllini tapacaq və beləliklə Azərbaycan qazı üçün yeni böyük bazarlar açılacaqdır. Mədəniyyət sahəsində də əməkdaşlıq çox gözəldir. Bugün bu sahə ilə bağlı çox gözəl tədbir də keçiriləcək. Dünya şöhrətli bəstəkar Mozartın Bakıda abidəsi ucaldılacaq. Bu da həm mədəniyyət sahəsində əməkdaşlığa yaxşı təsir göstərəcək və xalqlar arasında olan əlaqələrə də çox böyük töhfə olacaqdır. Bir sözlə, sizin səfəriniz, cənab prezident, Avstriya-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox mühümdür. Mən sizi bir də Azərbaycanda səmimiyyətlə salamlayıram və sizə və nümayəndə heyətinizə Azərbaycanda və bu səfər zamanı xoş əhval-ruhiyyə arzulayıram. Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar, mən də əvvəlcə sizin iştirakınızla sizə bir daha bu qonaqpərvərliyə görə təşəkkür eləmək istəyirəm, xüsusilə dəvətə görə. Və xüsusilə məni səfərimdə hökumətin çox saylı üzvləri müşayiət edilir, böyük bir delegasiya ilə mən gəlmişəm, elm nümayəndələrinin tərkibindədir. Və bu göstərir ki, biz sizin ölkənizlə münasibətlərimizə böyük diqqət yetiririk və münasibətlərin inkişafı bizim də marağımızdadır. Təşəkkür edirəm bir daha qonaqpərvərliyə görə və açıq, maraqlı fikir mübadiləsinə görə sizə yenə təşəkkür eləmək istəyirəm. Siz bu şəraiti yaratmışsınız. Biz həm iki tərəfli çərçivədə, həm də çox tərəfli çərçivədə və biz həm üzbəüz danışıqlar apardıq, sonra isə nümayəndələr heyətinin tərkibindən iştirak ilə. Mən istəyirəm istifadə edəyəm bu fürsətdə. Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə sizi təbrik edəyim. 18 oktyabrda siz bunu qeyd edəcəksiniz və mən əminəm ki, hər bir müşahidəçi sizin ölkənizə gələn sizin son xüsusilə 10 ildə əldə etdiyiniz bu uğurların şahid olacaqdır. Və bunları açıq-aşkar görmək mümkündür, bunu açıq gözlə görmək mümkündür. Elə Bakı ilə gəzmək, hərəkət eləmək bunu bir daha göstərir. Bu dinamik inkişaf göz qabağındadır. Və səfər müddətinə də bizə göstərildi, izah olundu. Avstriya həmin ölkələrdəndir ki, ilk olaraq sizinlə diplomatik münasibətlər yaratdı, sizin ölkəni tanıdı. Müstəqillik yolu, bu 20 illik yol, eyni zamanda bizim diplomatik münasibətlərin də 20 ili deməkdir. Və bu son illərdə biz müəyyən uğurlar əldə etmişik. İqtisadi mövzular, sizin də qeyd edədiyimiz kimi bizim danışıqların ön planında dayanmışdı. Bu təkcə iki tərəfli deyil, həm də Avropa ilə bizim münasibətlərə aid mövzulara aiddir. Məsələn, Nabucco. Və biz bu layihədə həm Avropa İttifaqının, həm də Avstriyanın vacib maraqlarının ifadəsini görürük, mövqemizin ifadəsini görürük. Biz əmin olmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir və etibarlı əməkdaşlıq sizinlə burada öz töhfəsini verir və müxtəlif sahələri əhatə eləsin. Və müxtəlif layihələrin həyata keçirilməsi bu sayədə gözəl bazadır və sizinlə söhbətin gedişində də bir daha məlum oldu ki, Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir.
və sizin bu ifadələri biz özümüzlə götürük və düzgün interpretasiya eləmək istəyirik. Nabucco yeganə layihə deyil, bu əməkdaşlıqda biz bir sıra firmaların əməkdaşlığının şahidirik və onları sadalamağa ehtiyac yoxdur. Amma siz bunları dəstək verirsiniz onların fəaliyyətinə. Xüsusilə tikinti sahəsində, küçə salınmada və texnoloji sahədə gözəl əməkdaşlıq özünü göstərir. Xüsusilə səhiyyə sağlamlıq sahəsində olan əməkdaşlıq, infrastruktur sahəsi və idarəçilik sahəsində və bunların hamısı mövzulardır ki, biz sizinlə fikir mübadiləsi apardıq və sizin də gözəl əməkdaşlıq özünü göstərir. Təşəkkür edirəm sizə yenidən. Sizin verdiyiniz informasiyalara görə, sizin nöqteyi nəzərinizə görə biz Dağlıq Qarabağın sülh yolu həllinə tərəfdarıq, danışıqlar yolu ilə və bütün iştirakçılardan müraciət edirik ki, hazır olsunlar, danışıqlara aparmağa hazır olsunlar və danışıqlar stoluna qayıtsın. Və ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar da yaxşı iradə göstərsinlər ki, münaqişə həllini tapsın. Biz insan hüquqları barədə də danışdıq. Mətbuatın azadlığı, pressanın azadlığı və mən bu ədalətli şəkildə fikirlərin ifadəsindən məmnun qaldım münasibətlərin bu məsələlərin bağlı müzakirəsinə. Və BMT çərçivəsində biz də müəyyən öhdəlik götürmüşük ki, lazım olan sahələrdə öz xoş əməlimizi göstərək, öz xidmətimizi təklif eləyək və qeyd edirəm ki, BMT-nin qətnamələri də bu sahədə öz həllini tapmalıdır. Biz hazırki inkişaf barədə fikir mübadiləsi apardıq, xüsusilə Avropa İttifaqında olan inkişaf barədə. Və biz optimist bir şəkildə fikrimizi bildirdik ki, əminliyimizi bildirdik ki, bizim siyasi və iqtisadi münasibətlərimiz inkişaf edəcək və Avropa İttifaqı da siyasi və iqtisadi cəhətdən öz gələcəyini təmin edəcəkdir. Və bizim yaxınlaşmamız bu münasibətlər vasitəsilə, əməkdaşlıq vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında və müsbətdir, öz pozitivliyini göstərir və bu Avstriya tərəfindən də dəstəklənir. Cənab Prezident, sizə təşəkkür edirəm və suallar varsa biz məmnuniyyətlə alsın və əgər bu arzu edilirsə, suallar üçün biz açığıq. Çox sağ olun. Birinci sual Avstriya tərəfi ORF Teleradyo. Sehr geehrter Herr Präsident Aliyev, sehr geehrter Cənab Prezident Aliyev, Cənab Prezident Fischer, nach diesem Gespräch schon mehr darüber sagen, danışıqlardan sonra bizə deyə bilərsən, hansı üç konsorsiyum Azərbaycan qazının daşınması istiqamətində o layihəni udacaqlar və hansı layihəyə üstünlük verilir? Qeyd eləməliyəm ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir. Bəyannaməni Avropa Komissiyasının prezidenti cənab Barroso və mən Bakıda imzalamışıq. Və bu bəyannamədə göstərilir ki, Cənub qaz dəhlizinin həyata keçirilməsi üçün hər iki tərəf öz səylərini göstərəcəklər. Eyni zamanda Avropa Komissiyası və Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən müştərək işçi qrupu yaradılmışdır və bu işçi qrupunun fəaliyyəti artıq müsbət xarakter daşıyır. Bütün bu variantlar, bütün bu layihələr əlbəttə ki, təhlil edilməlidir. Bu yaxınlarda təkliflər irəli sürülmüşdür. Bu təkliflərə baxılacaq və həm Azərbaycan üçün, həm bizim tərəfdaşlarımız üçün, əsas investorlar üçün ən məqbul variant seçiləcəkdir. Azərbaycan böyük qaz potensiala malikdir. Bu barədə mən artıq söylədim və rəqəmləri gətirdim. Əlbəttə ki, biz maraqlıyıq ki, maksimum dərəcədə öz qaz potensialımızı
realizə edə bilək. Hal-hazırda Şağdəniz layihəsi bizim əsas qaz layihəmiz kimi ön plandadır. Ancaq bununla bərabər son müddət ərzində SOCAR tərəfindən aşkarlanmış ümid yatağı da çox böyük ümidlər verir. Bu yaxınlarda Total və Gaz de France şirkətləri tərəfindən kəşf edilmiş Abşeron yatağında da böyük qaz ehtiyatları vardır. Və deyə bilərəm ki, son bir il ərzində Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları haradasa 600 milyard kubmetr səviyyəsində artmışdır. Ona görə həm kommersiya layihələrin, bu 3 layihənin kommersiya şərtləri, eyni zamanda onların icra müddəti, texniki parametrlər əsas rolunu oynayacaqdır. Və bu qərar elə bir qərar olmalıdır ki, həm biz vaxt itirməyək, eyni zamanda Azərbaycan öz qaz resurslarını maksimum dərəcədə ixrac edə bilsin. Bu iki komponenti birləşdirmək üçün indi biz müzakirələr aparırıq. Yenə də deyirəm, bu qərarı biz birgə verməliyik. Şağdəniz layihəsinin ikinci fazasına nəzərdə tutulan investisiyaların həcmi haradasa 20 milyard dollar ətrafında gözlənilir və əlbəttə ki, əsas investorların fikri də əlbəttə ki, nəzərə alınmalıdır. Və Azərbaycanın maraqları da təmin edilməlidir. Bu günə qədər enerji sahəsində əməkdaşlıq bax, bu prinsiplər üzərində qurulmuşdur. Həm investorların maraqları, həm Azərbaycanın maraqları, hal-hazırda Avropa deməli, ölkələrinin maraqları da bu məsələdə öz rolunu oynamalıdır. Çünki biz Cənab Prezidentlə bu barədə bugün geniş fikir mübadiləsi apardıq və Cənab Prezident çox dəqiq bir söz işlətdi. Win-win-win situation. Yəni ki, hər tərəf qələbə qazanmalıdır. Azərbaycan resursların sahibi kimi, tranzit ölkələr və istehlakçılar və bunu etmək mümkündür. Ona görə hesab edirəm ki, yaxın zamanlarda düzgün qərar veriləcək. O qərar ki, bizim mümkün olan müştərilərimizin hamısını təmin edə bilmiş olsun. Mən öz tərəfimdən deyə bilərəm ki, mənim məlumatımdan ibarət edir ki, konsorsiumlar öz təkliflərini veriblər, təklif eləyiblər. Bir neçə gün əvvəl onlar öz təkliflərini təklif eləyiblər və o hazırda yoxlanış mərhələsindədir bu təkliflər. Avstriyalılar və Avropalılar elə bilirəm ki, Nabucco layihəsilə bağlı xüsusi yaxşı bir mövqedədirlər. Və Avropa, xüsusilə biz maraq göstəririk ki, bu layihə reallaşsın. Bu Avstriya üçün xüsusilə yaxşı bir əməldir. Çünki bu layihə birbaşa Avstriyaya gətirib çıxarır. Və bizdən də digər tədarükçülərə çıxmaq imkanı var. Və 30% və 100 milyon Avropalı bizim ətrafımızda yaşayırlar və bu qazdan bəhrələnmə imkanı var, faydalanmaq imkanı var. Bu Almaniyadır, Sloveniyadır, Çexiyadır, Xorvatiyadır, eyni zamanda Slovakiyadır və bizim yaxınlığımızda olan qonşular, onların ətrafında olan qonşular. Bu təkcə bizim qonşuluğumuz üçün yox, bütün Avropa üçün nəzərdə tutulacaq. Və Azərbaycan üçün də bu layihə mühümdür mənim fikrimcə. Və bizim üçün əhəmiyyətlidir ki, biz planlaşmada əminlik əldə edə bilək. Təşəkkür edirəm. Azərbaycan televiziyası, buyurun. Ceyhun Quliyev, mənim sualım Avstriya prezidentinədir. Cənab prezident, bildiyiniz kimi Ermənistan Azərbaycana qarşı təcavüzü 20 ildən artıqdır ki, davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan təcavüzkar işğal siyasətinə isə son qoymur. Bu münaqişə regionda sülh və təhlükəsizliyə təhdid mənbəyidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Avstriyanın konkret mövqeyini bilmək istərdik. Çox sağ olun. Biz təkbətək söhbət edən zamanı cənab prezidentə bildirdim.
Dağlıq Qarabağ münaqişəsi barədə ilkin ora fikir mübadiləsi apardıq. Və avtentik formada çalışdıq, fikirlərimizi yaxınlaşdıraq. Və bizi də maraqlandırır münaqişənin həlli. Mən başa düşürəm, yaxşı başa düşürəm. Bu Azərbaycan üçün vacib məsələdir və Azərbaycan üçün fəlakətdir və baş verən hadisələr və qaçqınlar var və öz evlərinə qayıda bilmirlər və münaqişə potensialı qalır. Mən bir nöqtəyə nəzərdəyim ki, 21-ci əsrdə bu növlü münaqişələr sülh yolla həll olunmalıdır. Bu Avstriyanın mövqeyidir. Avstriya heç bir halda heç bir kontinentdə münaqişənin hərb yolla həllinə tərəfdar deyil. Çünki güc tətbiqi heç də həll variantı deyil və sonra yeni güc tətbiqinə gətirib çıxarır. Avstriyada bu siyasətin tərəfdarıdır ki, sülh yolu ilə, danışıqlar yolu ilə bu münaqişənin həllinə nail olunmalıdır. Və bu ərazi münaqişəsi digər dövlətlərin köməyi cəlb olunmaqla, Minsk qrupu dövlətlərinin köməyi ilə həll olunmalıdır. Austria Press Agency. Herr Präsident Aliyev, ich möchte nochmal auf die Frage Cənab Prezident Əliyev, iqtisadiyyatla bağlı sizə sual vermək istəyirəm. Avstriyanın OMV şirkəti cəhd edir ki, Azərbaycanda qaz ixalı və qaz çıxarılması məsələsinə yaxından cəlb olunsun. Və fikirləşirsiniz ki, SOCAR Nabucco konsorsiyumuna daxil olacaq. Bu imkanları siz necə baxırsınız? SOCAR qoşula bilərmi Nabucco konsorsiyumuna? Hörmətli OMV prezidenti cənab Royce ilə biz dəfələrlə görüşmüşük, həm Bakıda, həm başqa paytaxtlarda və bu məsələ ilə bağlı çox səmimi fikir mübadiləsi aparmışıq. OMV ilə SOCAR arasında da əlaqələr yüksək səviyyədədir və bugün imzalanan sənəd bunun bariz nümunəsidir. Müxtəlif təkliflər ola bilər və vardır və onlar nəzərdən keçirilir və əlbəttə ki, hər tərəf üçün ən məqbul olan variantı biz seçməliyik. Hesab edirəm ki, indiki mərhələdə vacib olan nailiyyətlərin arasında qeyd eləməliyik ki, Cənub qaz layihəsinin reallaşdırılması üçün yaxşı imkanlar var. Və onu da deyə bilərəm ki, qaza sahib olan dövlətlər arasında yeganə ölkə Azərbaycandır ki, Cənub qaz dəhlizini rəsmən dəstəkləyibdir. Və bu dəstək təkcə bu ilin əvvəlində Avropa İttifaqı Azərbaycan arasında imzalanmış sənədlə məhdudlaşmır. Hələ 2009-cu ildə Avropa İttifaqı sammitində enerji ilə bağlı məsələlər müzakirə edilən zaman 2009-cu ildə Azərbaycan buna oxşar sənədə qol qoymuşdur. Yəni, bu bizim şuurlu seçimimizdir və biz istəyirik ki, qaz resurslarımızı müxtəlif yollarla dünya bazarlarına çıxaraq və hal-hazırda Azərbaycan qazı müxtəlif istiqamətlər üzrə istehlakçılara çatdırılır. Gələcəkdə isə əlbəttə ki, böyük qaz mənbəyi işə düşəndən sonra bizə həm yeni bazarlar lazım olacaq, eyni zamanda mövcud bazarlara da biz öz qazımızı daha da böyük həcmdə ixrac etmək fikrindəyik. Ona görə hər hansı bir layihənin iştirakçısı olmaq bir tərəfdən böyük məsuliyyətdir, digər tərəfdən böyük üstünlükdür. Və bu məsuliyyəti və üstünlüyü götür-qoy eləyərək biz düzgün qərar verməliyik. Əgər Azərbaycan və investorlar tərəfindən Nabucco layihəsinə üstünlük verilərsə, o zaman əlbəttə ki, Nabucco'da iştirakçı olmaq
üçün konkret təkliflərə baxılacaq, o təkliflər təhlil ediləcək, bizim maliyyə öhdəliyimiz nədən ibarət olacaq, SOCAR bu layihənin investoru olmaq istəyəcəkmi, yoxsa yox, yoxsa sadəcə olaraq öz qazını o layihəyə təqdim eləyəcək. Yəni, bütün bu məsələlər gərək müzakirə edilsin. Əlbəttə ki, ilk növbədə kommersiya şərtləri çox dəqiq təhlil edilməlidir və kommersiya cəhətdən ən əlverişli varianta biz əlbəttə ki, gəlməliyik. Azərtac, Azərbaycan. Azərtac İnformasiya Agentliyi, Albina Adlıxanova. Mənim sualım Avstriya prezidentinədir. Cənab prezident, Avstriya ilə Azərbaycan arasında qarşılıqlı investisiya imkanlarını necə qiymətləndirirsiniz? Çox sağ olun. Son illərdə biz sübut elədik ki, biz aşağı səviyyədən başlayaraq və yuxarıya doğru hərəkət edirik və iqtisadi ticari münasibətlərimizi və investisiya münasibətlərimizi dərinləşdiririk. Elə bilirəm ki, bu hər iki tərəf üçün faydalıdır və biz yolu davam elətdirəcəyik və bu mübadilə siyasəti və biz ölkələrimizin böyüklüyünə görə coğrafi baxımdan, əhali baxımdan eyni ölçülərə malik və biz birimizi gözəl başa düşürük. Və cənab prezident də buna işarə elədi ki, Avstriya firmaları bizə fəaliyyət göstərirlər uğurla. Və Azərbaycan tərəf bilir ki, onlar necə uğurla fəaliyyət göstərirlər. Otellər tikirlər. Burada baş verən hadisələrlə yaşayırlar. Və özlərindən bunun üçün işçi qüvvəsi gətirirlər. Və bu hotellərin, mehmanxanaların inşası sahəsində təcrübə mübadiləsi davam edir. Və biz bu barədə bir əməkdaşlıq memorandumunda imzalamışıq ki, və cənab prezident Avstriyaya gələrsə və mən onu fürsətdən istifadə edib ölkəmə dəvət edirəm və yerindəcə ölkəmizə məlumat verə bilərik ki, bizdə hansı imkanlar var bu investisiyalar üçün? Bu import-eksport sahəsində həm də qazla bağlı. Və xüsusilə arzu edirəm siz gələndə Nabucco ilə bağlı bir xəbərlə gələsiniz.